Bilirsinizmi, dünyanın sonunu gətirmək üçün cəmi 1 saniyə kifayətdir. Bəli, hətta yerimizdə durduğumuz zaman belə biz 1600 kilometr saniyə sürətlə kosmosda uçuruq. Əgər yer birdən-birə dayansa, bildiyimiz dünya bir göz qırpımında yox olardı. Yer qərbdən şərqə fırlanır. Onun üzərindəki hər şey, insanlar, okeanlar, avtomobillər, hətta atmosfer böyük ətalətə malikdir. Dayanma anında planetin səthindəki hər bir şey ətalətlə şərqə doğru hərəkət etməyə davam edəcəkdir. Siz və ətrafınızdakı demək olar ki, hər bir əşya saniyədə 400 metrdən çox sürətlə uçan mərmilərə çevrilərdiniz. Okeanlar da dayanmazdı. Nəhəng su kütlələri sahilə doğru axacaq və bütün qitələri kilometrlərlə hündürlüyündə dalğalar basacaqdır. Atmosfer hərəkət etməyə davam edəcəksə, tarixin ən dağıdıcı tufanlarından dəfələrlə böyük bir gücə malik qlobal qasırğalar yaradacaq. Onlar sözün əsl mənasında planetin səthində qalan hər bir şeyi sovurub aparacaqlar. Deməli, hətta bir anlıq fasilə belə planetar kataklizmlərə səbəb olacaq. Dəhşətli ətalətlə yerini dəyişən tektonik lövhələr yer kürəsinin milyardlarla ildir görmədiyi böyüklükdə zəlzələlərə səbəb olacaq. Xoşbəxtlikdən bütün kainatın tabe olduğu fizika qanunları yer kürəsinin səbəbsiz yerə birdən-birə dayanmasına mane olur. Yox, əgər belə bir şey baş versəydi, siz harda olmağa üstünlük verərdiniz?